Düşərgə vloquma xoş gəlmisiniz. Bu mənim ikinci düşərgə təcrübəmdir və bugün Neftçaladayıq. 9 fevraldan 12 fevrala qədər davam edən bu düşərgəni, yəni 9-undan artıq başlayaraq hamısını paylaşacağam sizinlə. Və bugün 11-dir. Mən videonu 2 gündür videonu düzəldirəm. Nəsə videolar tez çəkirəm, atıram, düzəldirəm falan. Deyirəm ki, videoda nəsə çatmır. Demə videonun giriş hissəsini çəkməmişəm. Tamamilə yadımdan çıxıb. Ona görə də elə istədim ki, elə forma ilə formamda göstərim sizə. Daha doğrusu formamda göstərim. Arxasında yazılıb bir kimi birlikdə. İstədim ki, elə forma ilə daha qəşəng, daha səliqəli bir video çəkim. Videonun giriş hissəsi üçün. Və məni ilk dəfə əgər YouTube'dan tanıyırsınızsa, mənim Instagram hesabımda var və Instagram hesabımı bura qoyacağım və Instagram hesabımda daha çox aktivəm. Yəni nə olursa elə birinci elə orada paylaşıram və fəaliyyətimin 70-80%-ni elə demək olar ki, burada görmədiyiniz tərəfi elə Instagramda paylaşıram. Və artıq başlayaq vloqa. İnşallah sizə üçün bu vlog daha yaxşı olar və girib düşərgə haqqında məlumat alarsınız. Və videonu da bəyənməyi də unutmayın, kanala abunə olmağı da unutmayın. Nəysə, belə. Bu arada mən deyim ki, məni Sezən Gənclər evindən göndəriblər. Sezən Gənclər evinin kollektivinə də təşəkkür edirəm. Jalim müəllimə təşəkkür edirəm. İlqar müəllimə və öz xalıma təşəkkür edirəm. Ümumiyyətlə, yəni məni bura göndərən birincisi öz valideynlərimə təşəkkür edirəm və burada aktiv olan özümə təşəkkür edirəm. Açıldı. Bizə oda turu çəkirəm. Buradan giririk. Biz ayaqqabılarımızı burada çıxardıq ki, ev yəni toz olmasın da. Buradan giririk, burada. Burada da ki qalacağımız yer. Masa var. Bundan xoşum gəldi. Və yataqlarımız da ayrı-ayrı da indi isə. Mənzərəyə baxaq. Gedirəm, o birisiz çantamı da götürməyə. 2 dənə çantayla gəlmişdim. Amma biri ilə çıxa bildim, çünki ağırdı. 4 gün qalacağım. Yəni bu qədər baş paltara nə ehtiyac var? Amma getirmişəm. Gedirik düşərgənin ilk yeməyini yeməyə. Kombinimi də belədim. Sadəcə köynəyimi də içdim. Yemək fasiləsindən gedək yeməyə. Ondan sonra da öyrənək ki, düşərgə cədvəlində nələr varmış. Öyle var, bir de bunlar Normal. Video çekiyorsun. Ben dilime yaşlıyım. Kaydaşım değil. Olsun. Bu da geçen yaraşıyor bana. Salam vermedim. Salam. Yemək yedik. İndi isə gedirik konferans salona. Və açılışı orada eləyəcəyik. Oraya da çəkəcəm. Salam. Formalarımız hazır giyinmişik.
İndi isə gedirik açılışa, yəni tam artıq açılışa gedirik formalarımızla. Və mənə bu rəng düşdü. Pis deyil, pis rəng deyil. Qəşəng görünürük və gedək. Adını başardım. Mən adım elə ləqəb. Ravin. Rəndə. Range Rover. Ravin Rəndə deyim mən. Bax sənə gəl. Sən həqiqət Özümüzü bir-birimizi tanımaq üçün oyun oynadıq. Elə bir komandalara bölünmüşdük. Ondan sonra oyun oynadıq ki, bir-birimizi tanıyaq, adlarımız falan. İndi isə qutardı oyun və evə keçirik. Daha doğrusu otelə keçirik. Heç komanda danışmamalı. Sağ ol. Səhərin düşməndən xilas etmişlər. Sakin. Yəni, dünyada heç vaxt çiğnənmiş bir faktdır. Xəmsənin ilk bölümü bitdi və mənim komandam qalib gəldi. Bəli, finala qalan iki komandadan biri oldu. Bəli. Bir dənə qəşəng cavab verirdim. Yəni kaş onlar da videoya alıb qoyan olsaydı, yəni kaş videoya çəkən olsaydı mən çox qəşəng cavab verirdim. İndi gəlmişik yemək yeməyə və açıq büfe şəklindədir. Yeməklərimizi götürəcəyik və yemək yeyəcəyik. Sonra da final mərhələsini. Birinci gün bitdi və birinci gün haqqında fikirlərimi deyim. Birinci staf heyətindən çox xoşum gəldi. Çox səmimidilər və yəni bizi ilə bayaq söhbət elədilər. Ona görə də yəni çox səmimi bir heyətdir. Yəni çox xoşuma gəldi o kollektivdən. Və otağımız təmizdir, otağımız yaxşıdır. Sonra yəni yorulmadıq bu arada. Heç bir şey sıxıcı falan keçmədi. Oyun oldu, həmçinin oyunu çox maraqlı oldu. Həqiqətən çox maraqlı bir oyun keçdi. Yəni hər iki birinci gündən şeyim belə, yəni birinci gündən təəssüratlarım belə. İkinci gündən salam. İndi gedirik idmana. Sonra oradan da yeməyə, sonra da oradan da ki icra başçısı gələcək, ondan görüşə. Gedirik icra başçısı ilə görüşə. Sıra içəri belə sıra girməliyik ki, daha səliqəli görünsün.
şəhərsalma haqqında bizdə oyun oldu və həmin oyunda bizi 4 komanda düşdülər. Mən bu komanda 3-cü yerə çıxdıq. Yəni şəhərsalma haqqında biz orada məsələn öz şəhərimizi qururduq. Sonra şəhəri yəni şəhərin adını qoyurduq. Şəhərdə nə edəcəyik falan onlar idi. Sonra indi isə coffee break-dir. Bu mobilografiya təlimidir və bu kağızlarda bizim adlarımız var. Kimə hansı ad çıxırsa gedib ona şəkil çəkməli idi. Və ondan da qabaq, yəni əsl fotoqraflar necə video çəkirsə, elə bir video çəkməyə çalışmışam. Bu da ki, mənim şəkillərimdir. İndi biz 5-də əl qoyub 7-də susacağıq. Yox, heç nə. 7-də heç nə eləmirik, 5-də susuruq. İndi mən Biz 55 qoymadıq ki. başımıza yaman sanırım. Basal gerekiyor ki getmə. Əlində 6 var. Bu 6 var. O da bəy. Direkt pazara getmə. Susun. Ya sonra, hayır ben de söylemeyeyim. Burada şurada var. Ben monolaştırdı. Burada da var. Ondan sonra isə axtar tap oyunu oynadıq. Otelin hər bir yerində tapmacalar var idi. Biz gedib o tapmacaları tapıb sonra həmin oradakı ipucularına görə digər tapmacaları tapmalıydıq. Çox maraqlı idi, həm də biraz da yorucu idi. Yəni belə. Sonra axtar tap oynayırıq. Qaçmaqdan bitər oldum. Tapmacaları bir-birinə var gəldi. İkinci günü vurduq başa. İkinci gün bitti. İndi otağıma gedirəm. Bərayat komandası verdi bizə. Ona görə də gedirəm yatmağa. Çox labirint kimidir. İçərisi maraqlıdır, amma labirint kimidir. Baxın indi nə qədər gedəcəm. Ta orada yolun sonunda. Üçüncü gündən hamıya salam. Saçma baxın, çox pis burulub. Nəsə qəşəngdir. İnsani xüsusiyyətlərimizi itirədə bilər. Sizin intellektin alət və gücləndirici kimi istifadə edib, şuurlu və yaradıcı da qala bilər. Bu sizin seçiminizdir. Bizə tapşırıq verildi ki, süni intellekt hal-hazırki dövrdə hansı peşələri əlimizdən ala bilər. Bu da bizim komandanın yazdığı. English or another language. I don't have any access to your language. Yoktu karşılamazdı başarılı. Answer that you have to justify. So you can use any translation program for talking to me. I allow you to use them. You can change my settings. Sen ama sen İngiliz söylüyor cevap veriyor.
Slaytdan da göründüyü kimi peşəkar CV necə olmalıdır təlimi keçdi. Şövqü bəy sağ olsun. Yəni CV haqqında hər şey məlumat verdi. Yəni CV necə olmalıdır, necə olmamalıdır, CV-də nəyi qeyd etməliyik, nələri qeyd etməməliyik, yəni şablon necə olmalıdır, hər şey haqqında məlumat var. Demək olar ki, slaydın hamısını çəkmişəm, çünki slaydda yəni hər hissəsində çox önəmli məlumatlar var idi. Təlim bitdikdən sonra bizim komanda öz Instagram hesabımız üçün video çəkirdi. Yəni bunu yalnız bizim komanda yox, yəni bütün komandaların özünə aid Instagram hesabı var və bu hesablarda hər komanda kontent yaratmalıdır. Eynən bizdə. Axşam isə kahot oyunu oynadıq. Burada isə komanda bölünməmişdik. Kim necə istəyirsə elə də otururdu və hər yəni 4-5 adam bir yerdə komanda qururdu. Və burada isə komandaların adı 329. Büzüşüm. Siz bölüşümsünüz. Abi biz koyduk ha. Biz koyduk bölüşüm. Arkadaşlar koymuklar yalnız bizim meselemiz. Ay bacı sen dayan. Şelaller. Nədir bu? Şirvanşah. Ala düz sersin. Şahlarla sürüyor. Bir de dün Bu nəsə suya atılmalı, Qasımbayi hamam, suya pul atılır, qəpik. Param getirdim. İnşallah. Ay 14. Benim adım. Eyvah. Oyun bitdikdən sonra Secret Box açdıq. Bu Secret Box 3 gündə kimin nəsə anonim sözü varsa elə o qutunun içinə atırdı. Şərəf qoyub haqqınızı almalı. Söylə bir özü Staf heyətini çox sevdim. Çox mehriban və səmimi. Zeynep Hanım çok kırkı şirindir. Bu kim? Kim bize kopyalayacak? Ben seslendireyim. Və gedirik partiyə. Mahnı falan qoyacağıq, gedib oynayacağıq. Yəni parti üçün çox rəsmi geymişəm. Amma soyuldu deyə, biraz soyuldu. Ona görə də üst-üstə maksimum belə oldu. Və belə qaçdım da. Əlimdə zibil.
Birinci gündən salam. Bugün artıq düşərgənin axırıncı günüdür və biz gedirik. Yəni bugün daha gedirik. Neftçala ilə sağollaşıram və bugün artıq Neftçalada sonuncu günümdür. Düşərgədə sonuncu günümdür və biz buradan birazdan gedəcəyik. Balıq zavoduna. Bilmirəm, balıq zavodu tam yeni dəqiq deyə bilmərəm, amma gedəndə görərsiniz. Ki saat 10'un yarısı buradan çıxacağıq və gedəcəyik. Saat 12'də də ümumiyyətlə Neftçaladan çıxacağıq və düşərgə artıq sonlanacaq. İndi mən bavulumu yığıram, daha doğrusu çantalarımı yığıram. Mən bavul kimi götürməmişəm, 2 dənə iri çanta gətirmişəm. Çantalarımı yığım, sonra da düşüm aşağı. Bu isə bizim düşərgədə olan sonuncu yeməyimizdir və biz içəri girəndə staf heyəti bizə kağızlar verdi və kağızların üstündə hələ də fərqli sözlər idi. Məndə isə sən çox bacarıqlısan yazılmışdı. Və axırıncı yeməyimizdə yeməkləri staf heyəti özü gətirdi bizim üçün. Bunu da videonda da görürsünüz. Və burada isə qalib komanda açıqlandı. İştirakçıları, PR və media işi, Xəmsə intellektual oyunun qalibi, Kod Da Vinci oyununun qalibi, şəhərsalma simulyasiyasının qalibi, davranış qaydaları və komanda işi və virtuallıq üzərindən olmuşdur. Yekun olaraq xal ardıcılığı isə belədir. 62 xal, 63 xal və 68 xal. 62 xalla 3 günün düşərgəni başa vuran komanda gələcək burada komanda. İkinci yeri açıqlamamışdan əvvəl istəyirəm birinci yeri açıqlayaq ki, həyəcanlı biraz da olsun. 63 və 68 mənə maraqlıdır. Sizcə 68 xalı hansı komanda? Dəqiq. Əminlik. Düşərgəmizin qalib komandası 68 xalla Sirius Ayağına oldu. Dişlərim ağrıydı, o qədər oynadım. Bayılıb verim. Xəttin görsəydi, çoxluq qaldı. Rənzim olmaz. Mən maraqlıyım. Hoş geldiniz. Salam. Çox sağ olun, çox sağ olun. Həyatı, öz həyatı, ailəsi böyük təhlükə idi. Həm də Moskvada qalması böyük təhlükə idi. Beləliklə, həmin dövrü əhatə edən fotolar burada yer alır. Yəni, o gəldi, birinci şəhidlər xiyabanını ziyarət elədi. 91-ci il iyun ayında artıq 20 yanvar hadisələri bitmişdi. Heydər Əliyev oradakı bütün işlərindən istefa verdi Moskvadakı və sərt bəyanatla çıxış etmişdi də. Çünki
Cənab Prezidentimiz İlham Əliyev yazmışdı 2007-ci ildə. Burada muzeyin açılışı zamanı Neftçala rayonuna səfər etmişdi. Avqustun 23-ündə və özü yazmışdı. Ondan sonra isə Cənab Prezidentimizdən sonra isə digər səhifələr rayonumuza səfər edən Milli Məclislərin deputatı, akademiklər tərəfindən yəni yazılmışdı. Baxırsınız, amma ilk səhifəmiz isə Cənab Prezidentimiz öz dəstək xətti ilə yazılmış bir səhifədir. Bəli, buyurun. Bu izletseydi biz balgamızı İsmail'e yakın. İtler karşılaydı bizi. Onunla birini fırladı bakalım satma. 17 yaşımdan 7 yaşımdan başına gelen en güzel şey. Sağlıkta marka var. Ben de çok Balım olun da değil. ben de ciddi baxıram ki marka balığı nədir. de onun üzerinde yukarı kalkır ve düşür. Necə deyək ki, təbii üsulla balık sürüsünün çürün sahil, çürə girir, balık düşür sahil hissəsində. Orada da suyun görürsünüz ki, yavaş yavaş su girir, gəlir. Və həmin prosesi bu proses belə geçir. Millət o yoldan gedir, mən bir daha tək bu yoldan gedirəm. Ağıl dərraki başqa şeydir sizdə. Bizi istədi. Öz səhv idi. Öz o səhv idi. Tam belə buralı. Avtobus. İndi gedirik avtobusa və 4 saatlıq yolculuğumuz başlayır.